Zərbəq, tamaşaçımız Asiman Əsədov soruşur ki, əgər mən Azərbaycanda ola-ola xarici onlayn satıcılardan Temu, Amazon, AliExpress, Trendyol və s. Etdiyim alış-verişə görə Azərbaycan qanunları mənim hüquqlarımı qoruyurmu? Burada Azərbaycan qanunları ilə yanaşı, həm də beynəlxalq qanunvericiliyi təbii ki, istehlakçının hüquqlarını qoruyur. İstehlakçı dediyimiz, yəni biz hansı ki, həmin məhsulları istehlakçı qismində, alıcı qismində alırıq və bu kimi saytlardan onlayn ticarətə görə hüquqlarımız tam şəkildə qorunur. Əgər belə bir misal üçün deyək ki, hər hansı bir onlayn ticarət saytına biz onlayn qaydada pul ödəmişik, bir məhsul sifariş eləmişik, məhsulumuz gəlib çatmayıbsa, bizim bununla bağlı məhkəməyə müraciət eləmək hüququmuz var, amma çox təəssüf ki, biz bununla bağlı artıq Azərbaycan məhkəməsinə yox, məhz həmin onlayn saytların qeydiyyatdan keçdiyi və ya fəaliyyət göstərdiyi ölkənin ərazi aidiyyatı üzrə məhkəməsinə müraciət etməli oluruq. Ona görə də təbii ki, bu cür saytlardan ticarəti dayandırmaq, ticarət etməmək də mümkünsüzdür son dövrlər üçün. Bu günün tələbidir, reallıqdır, amma sınanmış, güvənilmiş saytlardan ticarət etmək tövsiyə olunur.